Oturub adam görə özü ilə bir danışsın da, məsələn, özü ilə söhbət eləsin. Nə dərdin var, məsələn, nədir indi narahatsan, mən rahatlıq istəyirəm, mən ləzzət istəyirəm. İstə, halal xoşun, istəmək sənin haqqındır. Amma elə ki, daimi olsun. Gəl, rahatlıq məntiqi ilə danışaq. Bir rahatlıq ki, sən istəyirsən, kəsiləcəksə, onu niyə görə düşürsən dalıca? Bir rahatlıq ki, narahatlığa çevriləcək, onun dalıca niyə düşürsən? Ləzzət istəyirsən, halal xoşun, nuşican. Amma bir ləzzət ki, kəsiləcək, zəhrimara çevriləcək, nə üçün istəyirsən? Hansı Allahdır ki, sənin istəklər və müxalifdir? Allah, Allah deyil. Allah insanın istəklərinə müxalif deyil. Ünvanı səhv salmayaq, keçmişdə bu barədə danışmışam. Bütün istəklərimizin ünvanı Allahdır. Mən qüdrət istəyirəm, qüdrətli olun. Qüdrət istəyirsən, daimi qüdrət ol. Haqqındır sənin. Sən Allah belə yaradıb, sən qüdrət istəyəsən. Amma daimi qüdrətə can at. Mən məqam istəyirəm, məqamı stolda görməm, məqam istəməyin əladır. Biz elə bilirik ki, məqam pərəstlik, qüdrət pərəstlik, ləzzət pərəstlik, rahat tələblik, hamısı pis şeydir. Heç biri pis deyil, hamısı yaxşıdır, hamısı gözəldir. Hamısını istə, amma kəsilənini istəmə. Çünki o kəsiləndə, bilirsən necədir? Sən qüdrət istəyirsən, qüdrət stoldadırsa, stol altından çıxanda, axı, aciz olursan və qəmlənirsən. Sən ləzzət istəyirsən, gedirsən müvəqqətiyə, bitəndə qəmlənirsən. Sən rahatlıq istəyirsən, saatlarla yatasan, yatırsan, azar tutursan, xəstəlik tutursan, dincliyin əlindən çıxır axı. Bunları sadədir, adam öz-özünə başa salsın. Qüdrət istəyirsən, deyir, əti'ni əcəlükə misli, mənə itaət elə, mənim kimi ol. Bundan böyük qüdrət. Allah deyir, mənə itaət elə, edim səni özüm kimi, mənim kimi ol. Qüdrətin nəhayətini istə də, kişi kimi qüdrət istə, sonsuzluğunu istə. İqtidar istəyirsənsə, iqtidarı vəzifə ilə, xidməti maşınla məhdudlaşdırma. Çünki daimi deyil və qüdrət deyil, bir imza ilə aziz duruma düşürsən. Yoxsa sənə kim dedi ki, qüdrət istəmə? Elə bir qüdrət istə ki, heç nə onu kəsə bilməsin. Fi məq'adı sidq, ində məlikin muqtədir. Sənin yerin oradır. Deyir, mələklər soruşacaq ki, bu bəndə yoxa çıxdı, cənnətdə tapa bilmirik. Hardadır bu? İxlaslı bəndələr. Hardadır bu? Quran deyir ki, o fi məq'adı sidq, sidq məqamında, cənnətin uca məqamında, hansı məqamda o? İndə məlikin muqtədir, qüdrətli şahın yanındadır. Qüdrətli, muqtədir. Qüdrətlinin yanında ol, qüdrətli ol.